Hər vaxtınız xeyir olsun, hörmətli xanımlar və cənablar, dəyərli dostlar, işin adamı başladı. Nəzərinizə çatdırmaq istəyirik ki, həftənin 5 günü bizim proqramımız yayımlanır və bizim efirimizi həm izləyə, həm də ki, dinləyə bilərsiniz. Dinləmək istəyənlər bu dəqiqə fürsətdən səmərəli istifadə edib 90.7-də, yəni yurdumuzun efirində yurdumuzun işinin adamı ilə tanış olmaq imkanı var və nəzərinizə çatdıraq ki, həm də bizi canlı yayımda TikTok üzərindən və Yurd FM-in web səhifəsi vasitəsilə izləmək imkanınız da var. İşinin adamına xoş gəlmisiniz. İşinin adamı. Bu layihə vasitəsilə biz görürük ki, həqiqətən çox maraqlı insanlar var imiş Azərbaycanda və belə insanları bizlə tanış edən dostlara minnətdarlığımızı bildiririk. Nə yaxşı ki, biz belə işin adamlarını tanıyırıq, onlardan öyrənirik və vəsilə olurlar özləri də bilmədən gələcəkdə məhz Azərbaycanda müxtəlif sahələrdə fərqli, çox istedadlı dostlar da özlərini tanıya bilirlər. Bugün də istisna deyil, çox maraqlı bir həmsöhbətimiz var və fərqli sahədən danışacağıq. Çünki İşinin adamı studiyadadır. Bəli, işin adamı studiyadadır. Zaman itirmədən qonağımızla həmsöhbət olaq. Qonağımız Emin müəllimdir. Emin Xankişiyev, Unisel Group MMC-nin baş direktoru. Müəllim, xoş gəlmisiniz, səfa gətirmisiniz. Sizi görmək çox xoşdur. Necəsən Emin müəllim? Çox sağ olun, xoş gördük. Təşəkkür edirəm bu dəvətə görə. Biz təşəkkür edirik iştiraka görə, gəldiyinizə görə, dəvətimizi qəbul etdiyinizə görə və sizinlə bizim bu ünsiyyəti bərqərar edən dostlarımıza da minnətdarıq. Emin müəllim, biz tanıyırıq sizi, sektorda tanıyırlar, amma təbii haldır, bir çox müxtəlif sahədə çalışan insanlar ola bilər ki, hələ ki sizinlə tanış olmaq imkanına, fürsətinə sahib olmasın, amma gəlin bunlardan qaldıraq, sizi, gördüyünüz işi, şirkətinizi daha yaxından tanıyaq, bizlə maraqlı məlumatları bölüşün, zəhmət olmasa. Əlbəttə ki, əsasən mən bugünkü pozisiyamız olaraq biznes proseslərin avtomatlaşdırılması, onların qurulması və innovativ həllərin verilməsidir. Bu da əsasən bizim həmin biznes proseslərin proqram təminatlarının yaradılmasında öz əksini tapır. Yəni biz bir prosesləri analiz edə bilirik, onları düzgün istiqamətdə dəyişib, yəni məsləhət verib, konsalting xidməti göstərib, sonra da bunun bugünkü günümüzdən ayrılmayan hissəsi olan kompüterlərlə idarə olunmasını təmin edirik. Bu bugünkü bizim fəaliyyətimizdir. Ayla. Amma bu fəaliyyətə gəlib çıxana qədər biz kifayət qədər böyük bir yol qət eləmişik. Burada artıq bir sahədən mütəxəssis olmaq kifayət eləmir. Məsələn, logistika sahəsində logistikanı bilməlisən. Maliyyə üçün bir prosesləri analiz edirsən, maliyyəni bilməlisən. Hansı sektora xidmət edirsinizsə, o sektorda yaxından bilməlisiniz. Tamamilə düzdür. Vaxt getmir müəllim. Vaxt gedir. Başqa cür keyfiyyət əldə eləmək olmur. Baxın, mən hər sahədə sizin fəaliyyət istiqamətlərindən həmsöhbət görmüşəm, özümlə də fürsət olub ki, söhbətimiz olub. Amma sizdə ən belə maraqlı tərəflərdən biri dəmir yolları sahəsidir. Hə, bu bizim logistika sektorunda elədiyimiz layihələrdən biridir. Biridir hələ. Maşallah. Düzdür, kifayət qədər böyük layihədir. Azərbaycan dəmir yollarının bütün stansiyalarında yük əməliyyatları sahəsində aparılan bütün əməliyyatları bizim hazırladığımız sistem vasitəsilə aparılır. Bu sistemin adı ADI Smart sistemidir və əsas fəxr elədiyimiz nöqtə nədir? Bu Made in Azərbaycandır. Yəni bizimdir, dünya layihəsi deyil. Bu bizim. Maraqlı. Yəni, heç bir başqa bir xarici ölkənin bir layihəsini götürüb, məsələn, son zamanlar neyinlər, bir S proqramını götürürlər, onun platformasında başqa bir şeylər yaradırlar. Bəli. Bu da yaradıcılıqdır, amma platform olaraq özü bizimdir. Neçə ildir var? Biz 2017-ci ildən başladıq bunu dəmir yolunun tətbiqinə, amma daha əvvəl belə deyək də bunun
şirkət olaraq, Emirxanki olaraq əsası 2012-də qoymuşuq bu layihənin. Nə gözəl. Hə, bunu biz ərsəyə gətirmək üçün Gürcüstan sistemlərinə də baxmışıq. Qazaxıstan necə işləyir, Rusiya dəmir yolları necə işləyir. Bir araşdırmısınız. Araşdırmışıq. Ondan sonra özümüzün iş təcrübəmiz əvvəldən var dəmir yolu ilə. Məsələn, mən daha əvvəllər Azərbaycan Holdingdə proqramlaşdırma şöbəsinin rəisi işləmişəm. Ay maşallah. Orada böyük məktəb idi. Ora çox böyük akademiyadır. Həddən çox böyük akademiyadır. Çünki sizlə bu gün söhbət eləsək ki, şəkər belə deyək, çuxundurundan necə şəkər alınır, biz onu da orada öyrənmişik. Tomat pastası necə hazırlanır, onu da orada öyrənmişik. Yəni neft daşımaları 2005-ci ildə Öbəndi terminalı var idi. Oradan artıq dəmir yolundakı yük daşıma proseslərini öyrənməyə başladıq. Yəni 2012-də başqa bir təklifimiz var idi dəmir yoluna, o vaxt alınmadı. Amma 2017-ci ildə axır ki biz bu sistemi tətbiq etməyə başladıq. Əla. Yəni hətta 2017-ci ildə biz başlayanda ancaq sərhəd stansiyalarından başlamışdıq. Emin müəllim, dünyada statistikaya əsasən Azərbaycanda da istedadlı insanlar çoxdur. Bəli. Çox az sayda insan, yox, çox sayda insan yeni, maraqlı ideya gəlir və arzuları gözəl olur. Amma çox az sayda insan müvəffəq olur ki, bu ideyaları həyata keçirsin, cəmiyyətə təqdim etsin və uğur qazansın. Və bununla da nəticəyə gəlmək olur ki, uğur sən demə, həyata keçiriləndə uğurdur. İdeya olaraq qəbir evinə qədər gedəndə bu uğur sayılmır. Yəni Azərbaycanda bir yenilikçi, ilklərdən birinə imza atmışsınız. Hətta bununla bağlı Azərbaycan Dəmir Yollarının 140 illik yubileyində də mükafata da, medala da layiq görülmüşsünüz. Bu da düşünürəm ki, gözəl bir diqqətdir. Təşəkkürnamə kimi biz bunu qəbul eləyə bilərik. Və bu ona dəlalət edir ki, müvəffəq olmusunuz. Uğurunuz var. Maraqlıdır. Bilirsiniz, bizim həm də dinləyicilər arasında iş adamları olsun, elə bu gün çalışan iş adamları, gələcəyin iş adamları, müxtəlif sahədə çalışan insanlar var. Onlara bu motivasiyanı verəcək. Xahiş edirəm bizə öz şəxsi düsturunuzu deyin ki, bax belə bir ideya var. Bunu sona qədər çatdırıb, cəmiyyətə inandırıb, insanlarda sevgi yarada bilməyiniz üçün nələr etmək lazımdır? Emin müəllim kimi. Belə bir şey deyim. Birinci əsas məsələ çalışqanlıqdır. İkinci əsas məsələ isə öyrənilən bir sahədə heç vaxt belə deyək də, türkçə deyim onu, pəs etməməkdir. Yəni bunu mən öyrəndim, artıq mən bunu bilirəm. Bu sözü işlətmək olmaz. Yəni biz bu nəyisə biliriksə, deməli bilmədiyimiz daha çox şey var. O qədər yəni. Yəni icebergin görsənməyən tərəfləri var. Bu günləri çox təəssüf olsun ki, gənc nəslimiz bizim vaxtımızda olan informasiya az gözlüyünü yaşamır. Yaşamır. Çünki ChatGPT var, internet var, Google var, nə istədi tapır da. Ona görə öyrənməyə həvəs göstərmir. Elə biraz da tənbəli mal da biraz bu ChatGPT. Ən böyük problemimiz bu günləri odur. Amma bizim vaxtımızda elə şey yox idi. Biz kitabxanaları gəzirdik, bir kitabı 5 nəfər oxuyurdu ki, orada nəsə öyrənək. Və yaxud da ki, dediyimiz kimi bir sahədə mütəxəssis olduq. Hə, kifayətdir, mən artıq bu istiqamətdə gedəcəm deyə bir şey eləmirik. Yəni dayana bilmirik bir yerdə. Ona görə biz inkişaf eləməliyik. Bugünkü bu uğurun sirri məncə bundadır. Bu işlə alışıb yanmaq lazımdır və onu tam istəmək lazımdır. Məsələn, biz təkcə dəmir yol deyil, bu günləri Azərbaycanda ən böyük logistika mərkəzlərindən biri olan Abşeron Logistika Mərkəzinin də əməliyyat sistemini yazmışıq. Ay maşallah. Xodatda Food City terminalı var. Xodatdakı? Bəli, onun da əməliyyat sistemini biz yazmışıq. Onu da siz yazmışsınız? Bəli, bəli. Bundan başqa biz bu günləri inteqrasiya olaraq özümüzün belə bir brendimizi çıxartmışıq. Bu Cillok adındadır, İngilis abreviaturası ilə gəlir. Bu Global Logistic Operation Center adındadır. Bu neynir? Bu günləri Azərbaycanda vaqon və vaqonla daşınan konteynerların izləməsi yoxdur. Biz onu yaratmışıq artıq. Çox ciddi işlər görürsünüz. Siz sadəcə o qədər belə sadə, rahat şəkildə deyirsiniz. Kənardan baxan elə gələr ki, nə var ki burada?
Amma bu işin biraz detalına varanda indi azdan çoxdan bu sahədə nümayəndələrlə bir dostluğumuz var da, yəni azdan çoxdan elə deyirəm və onlarla danışanda da görürsən ki, mübaliğəyə ehtiyacı olmadan böyük işlərdir. Və siz belə rahat danışırsınız belə. O belə deyil. Doğrudan demişlər ki, təvazökardır mən. Çox təvazökarlıq edirsiniz. O bayaq dediyim kimi bir şey ki yaradırsan, yaradandan sonra daha böyüyünü yaratmaq istəyirsən. Hə bu biraz eyni zamanda bunu ağılla eləmədiyin zaman başqa bir yerlərə gedib çıxara bilir. Bunu düzgün və keyfiyyətli eləmək lazımdır. Məsələn, dediyim kimi bu bəlkə də təcrübədən gəlir. Bəlkə də mənim indiki dövrü demirəm, bizim dövrümüzdə belə bir şey yox idi. Mən 93-cü ildən ilk əmək kitabçam açılıb. 93-də. 93-cü ildən. Yəni bu günə hesablasaq 32 il eləyir. Maşallah. Hə. Bu 10-cu sinifdə oxuyurdum. Hətta indi bundan sonra hesablaya bilərik neçə yaşda başlamısınız ya. 16 yaşında. Biraz belə soruşmağa ehtiyat elədim. 16 yaşında başlamışam, amma bu həqiqətən rəsmi çox tez deyil, değil mi? Vallahi o vaxtı bizə belə deyək də, o potensialı görüb bu yolu açan müəllimlərimiz var idi. Yəni mən liseyi bitirmişəm. Liseyi bitirəndə bizim liseydəki müəllimimiz eyni zamanda kibernetika institutunda laboratoriya işlədi. Laboratoriyanın bir müdürü idi. Bizim Elxan Səbziyev, ondan sonra Ədalət Paşayev bu günə qədər əlaqəmiz var. Yəni neçə il, 30 neçə il keçməsinə baxmayaraq bu günə qədər əlaqəmiz var. Orada rəsmi olaraq kiçik laborant olaraq işə götürdülər. Yəqin ki belə bir imkan var imiş. Yəni elmlə məşğul olan adamları o şəkildə cəlb eləyə bilirdilər. O 93-cü ildən artıq proqramlaşdırma, riyaziyyat sektorunda belə deyək başlayandan sonra mən əsas təhsilimi yönləndirdim maliyyəyə. Mühasibatlıq və audit. Necə qərar gəldiniz ki, mən maliyyəyə keçmək istəyirəm? Belə deyim, o vaxtki universitetlərdəki 90-cı illərdən danışırıq, 94-98-ci illər arasında verilən tədris imkanları daha zəif idi. Məhdud idi. Məhdud idi. Buna görə fikirləşdim ki, əgər mən onsuz da proqramlaşdırmanı və s. Bu proseslərin avtomatlaşdırmasını kibernetika institutunda işləyə-işləyə öyrənirəmsə, niyə ikinci təhsil olaraq maliyyəni almayım? Belə baxanda hə də. Çünki eyni zamanda 94-cü ildə instituta qəbul olmağıma baxmayaraq 94-95-ci illərdə əmək haqqının avtomatlaşdırması ilə proqram yazırdım. Hətta mən o vaxtki müəllimlərin də qısqanırdı ki, bu adam gedib kənarda bu mühasibat öyrənir, gəlib burada bizə ağıl verir. Amma ağıl vermirdim, daha çox öyrənmək istəyirdim. Yəni, o vaxtki dövr belə deyək də, tamamilə belə deyək də, başqa dəyərləri olan bir dövr idi. Amma buna baxmayaraq bizim orada çox güclü müəllimlərimiz olub. Yəni, Xalq Təsərrüfatı Universiteti idi o vaxtı, indi UNEK-dir. Amma o vaxtı bizim çox güclü müəllimlərimiz olub. Buna baxma və beləliklə eyni zamanda artıq mən maliyyə istiqamətində də mütəxəssis olmağa başladım. Yəni bunun nəticəsində nə etdik? Mühasibat şotu proqramları yazmağa başladıq. Eyni zamanda həm proqramlaşdırmanı inkişaf edirsən, həm də maliyyəni inkişaf edirsən. Yəni vergi kodeksini öyrənmək məcburiyyətində qaldıq. Eyni zamanda da diplomum var idi və s. Bu şəkildə inkişaf eləyə getdik. Və inkişafın da mənə elə gəlir ki, nümunələri, aydın mənzərəsi hal-hazırda göz önündədir. Əziz izləyicilər və dinləyicilər, qısa bir fasilə var. Fasilədən sonra yenidən Emin müəllimdən sözün həqiqi mənası işin adamı ilə söhbətimiz davam edəcək. İşinin adamı davam edir, əziz bizi izləyənlər və dinləyənlər. Xoş gördük bir daha. Mən Kamran Yaradanquliyevin təqdimatında Azərbaycan yurdumuzda, Yurd FM-də yayımlanan İşinin Adamı layihəsində çox maraqlı həm söhbətlərlə işinin adamları ilə tanış oluruq. Bu dəfəki qonağımız Uniser Group MMC-nin baş direktoru Emin xan Kişiyevdir. Emin müəllim, bizim bir ənənəmiz var. Qısa fasilədən qaydanda qonaqdan xahiş edirəm ki, əziz qonaq, yeni dinləyənlər ola bilər, izləyənlər ola bilər. Onları da nəzərə alaq. Bir dənə qısa xatırlatma olsun, informativ, özünüz və şirkətiniz haqqında məlumat verin, zəhmət olmasın. Uniser Group bu günləri Azərbaycanda, istər xaricdə olsun, biznes proseslərin qurulması,
yaradılması və onların proqram təminatı ilə günümüzün tələblərinə cavab verən bir şəkildə həyata keçirilməsini yaradan bir şirkətdir. Belə ki, proseslər nə qədər sistemləşdirilmiş şəkildə, mərkəzləşdirilmiş şəkildə olduğu zaman şirkətlərin xərcləri və maliyyə dəyərləri daha aşağı düşür. Bu da bunun belə xeyri var. bəli. Əsas məqsədimiz zaten budur. Burada vaxt bilirsiniz ki, qiyməti olmayan bir şeydir. Həm də dəyərlidir. Qiymət də yox, amma çox dəyərlidir. Nə qədər bir əməliyyatı tez həyata keçirə bilirlərsə, bu şirkətin qazancıdır. Vaxta qənaət. Düzdür, indiki dövrdə hamı deyir ki, texnika inkişaf eləyir, bu iş yerlərinin azalmasına gətirib çıxarır. Mən belə hesab eləmirəm. Niyə? İnsanın Texnikanın zərəri mi var? texnikanı düzgün istifadə elədiyi zaman çox xeyirlidir. Bax elə bu ChatGPT də bizə kömək edir ki, 24 saat azaldaq. 24 saat. Daha ChatGPT-yə soruşmamaq lazım deyil ki, sənin cinsin nədir? Hansı manipulasiyasan? Yəni bu günləri Məni sevirsən? Belə suallar verirlər. amma ChatGPT bu günləri neyinir? İşləyənlərin işə ayırdığı vaxtı daha da qısaldır. Bu o demək deyil ki, tənbəlləş. Hətta sənə lazım olan sualı. Bu o demək deyil Cavabını ki, özü daha sürətləndir. çox inkişaf elətdir. Bəli. Sənin özü inkişaf elətdirməyə daha çox vaxtın qalır. Düzgün istifadə məsələsi. Düzgün istifadə eləmək lazımdır. Bir də düzgün sual vermək qabiliyyəti. Nə istədiyini bilmək qabiliyyəti. O deyir bizim bir atalar sözü var. Əslində o bizim işdə daha çox özünü göstərir. Aha. Əgər ki, mən həmişə bizim işçilərə bunu vurğulayıram ki, siz mənə gəlib sualı verməmiş, düzgün formalaşdırın, inanın ki, cavabını özünüz tapacaqsınız. Amma düz deyirsiniz. Düzgün formalaşdırılan sualın içində cavabı var. Çox vaxt əməkdaşlar məsuliyyəti rəhbərə ötürsün deyə. Hə, gedim soruşum. Hə, gedim soruşum, qoy o desin. Müəllim siz dediniz də. Nəticədə də elə oldu. Sonra da gəlir o bir iş yoldaş. Mən neyim? Özü dedi, özü də məni danladı. Bu bir haşiyəyə çıxacağam. Buyurun, Məsələn, buyurun. Bizimki bu logistika sektorundakı bu işlərimiz və proyektlərimizə görə mən 2 il bundan əvvəl MBA olaraq Texniki Universitetdə imtahan verdim, qəbul olundum. Yorulmadınız. Yox, indi doktoranturam fikirləşirəm. Və Maşallah. 2024-cü ildə keçən il oranın fəxri fərman qırmızı diplomla bitirdim. Maşallah. Hə, belə bir sual yaranır. Hətta orada ad çəkməyim, prorektorlardan biri başqa bir prorektordan soruşur ki, həqiqətən gəlib oxuyub. O bir prorektor deyir ki, oxuyub yox, müəllimlərə dərs deyirdi. Yəni, çünki təcrübədən gəlmişik. Vay. Yəni, orada məsələn bizim elə dəyərli müəllimlərimiz var ki, onlarla biz bərabər iş görürük. İndi orada qarşılaşmışıq. Hə, ikisimiz bərabər o bir uşaqlara dərs deyirdik. Sizin qrup yoldaşlarınız keyfdə olub. 2 müəllimlə, hər dərsə 2 müəllimlə girə bilər. Hə, tamamilə düzdür. Əla. Mən xahiş edirəm, bir neçə istiqamət var və sərgi məsələsi var. Öyrənməkdən, öyrətməkdən, görməkdən, götürməkdən yorulmursunuz maşallah. Əla, belə də olmalıdır. Qarşıdan bir sərgi gəlir. Bu haqqda bir məlumat istəyərdim sizdən eşidək. Translogistics Caspian 2025. Bəli, bəli. 22-ci sərgi olacaq logistika üzrə iyun ayının 2-si, 3-ü, 4-ü müddətində biz bu Hardadır bu? Bakı Expodadır da. Əla. Biz orada iştirak eləməyə qərara gəldik. Bizim həmin bu biraz əvvəl fasilədən də əvvəl danışdığımız Global Logistic Operation Center brendimiz var. Onunla o brendlə bağlı sərgidə iştirak eləyəcəyik. Qəşəng. Yəni digər şirkətlər də bilsin. Yəni Azərbaycandakı o vaqon və konteyner izləmə sistemi ilə orada özümüzü tanıdacağıq. Yəni dediyim kimi biz nəinki Azərbaycandakı vaqon konteyner sistemi ilə özümüzü tanıda bilərik. Biz bu dəqiqə gömrük komitəsindən əməkdaşlıq eləyirik. Gürcüstan ərazisindən də əlimiz çatır. Yəni oradakı izləməni də eləyə bilirik, Qazaxıstan eləyə bilirik, Rusiyanı eləyə bilirik. Buradan oranı xarici. Hətta biz mərkəzləşdirilmiş sifarişlərin idarə edilməsini həyata keçirə bilirik bu günləri. Çünki Azərbaycan dəmir yollarından işləyən ekspeditorlarla da işləyirik. Aydındır. Yəni bir
hub yaratmışıq artıq. Yaratmışsınız. Bununla bağlı Translogistika sərgisində bir tanıtım eləmək istəyirik ki, görsünlər, istifadə eləsinlər. Deməli niyyətim o deyil ki, nə bilim, reklama vasitəçi olum, amma sırf niyyətim bilirsiniz nədir? Sizin kimi həqiqətən peşəkarları məncə tanımamaq günah olar, yəni referans etməmək günah olar. Sizi yox, gəlin sualı belə qoyun. Bizim çox geniş, sırf iş adamlarından, şirkətlərdən və şirkət rəhbərlərindən ibarət həm izləyici, həm dinləyici bir auditoriyamız var. Dostlar da var, sırf belə partnyor əməkdaşlığımız olan sponsorlar və s. və ilaxır. Sizin qapınızı kimlər döysünlər? Hansı sahədə çalışanlar və hansı şirkət rəhbərləri? Deyin, biz onları komanda, redaktor, prodüser olaraq, bütün komanda olaraq onları da yönləndirək. Biz bugün logistika mövzusunda daha detallı danışdıq. Lakin bizdə təkcə logistika deyil. Yəni, bu günlər bizim qapımızı istənilən biznes sahibi, hər növ Xidməti və məhsulu olan. bəli, bizim qapımızı döyə bilər. Biz onlar üçün işlərin avtomatlaşdırılması ilə bağlı çox geniş portfel təklif eləyə bilərik. Məsələn, təchizat şirkətləri ilə bağlı çox böyük işlərimiz olur. İstehsalat prosesləri ilə bağlı flowların qurulması və onların avtomatlaşdırılması. Logistika sahəsini zaten dedik. Hətta bizim zamanında hospitallarla da bağlı işlərimiz olub. Yəni, ona görə deyirəm ki, biz hər sahəni öyrənmək məcburiyyətindəyik. Buna və bugünə qədər... Mən elə bilirəm bizim sahədir ki, insan yaşından tez arif olur. Çünki biz hər sahədə fərqli insanların ünsiyyətdə oluruq, amma ilk adamsız xidmətinizə görə də bütün sahəni öyrənmək haqqında çalışdığınızı eşidirəm sizdən. Bəlkə də bu, bilmirəm, mənə xas bir xasiyyətdir, yoxsa çox güman ki, bu bizim belə bir... Mən Azərbaycanlıyamsa, deməli, Azərbaycanda belə adamlardan çoxdur. Mən buna ümid və inanıram. Dediyim kimi, və gənclərə də ən böyük tövsiyəm odur ki, və nəsiyyətim odur ki, öyrənməkdən çəkinməsinlər. Yəni, biz proqram yazırdıq, adi bir xırda bir şey deyəcəm. Dübəndidə vaqon doldurmaqla bağlı proqram yazırıq. Amma mən gedib vaqonun üstünə çıxmışdım. Görün bunu necə ölçürlər. Doğrudan deyirsiniz. Hə, gəminin üstünə çıxmışdım. Çünki proqrama yazırıq, parametrlər yazırıq, amma o parametr hardan gəlir, bunu necə təyin edirlər deyib öyrənirdik. Ay müəllim, kosmonavtikaya xidmət zat verməyin, bir də sizə kosmosda axtarmayaq, işimiz gücümüz var burada min dənə. Yox, Azərkosmosla hələ işləmirik. Hələ o deməkdir ki, fikrimdə var. Əla. Vaxt tez gəldi, keçdi. Son 4-5 dəqiqəmiz var. Mənim bu mərhələdə həmişə qonağa belə bir müraciətim olur ki, əziz qonaq, təbii olaraq mən sənin kimi işinin adamı deyiləm deyə bütün qonaqlara deyirəm. Təbii, Emin müəllim, mən də sizin sahədə işinin adamı deyiləm. Ola bilər ki, elə suallar var ki, bunu eşitsəydiniz bugün efirdə, sizə çox xoş olardı və bu sualın cavabı vətənə, millətə, yurdumuza daha da maarifləndirici və dəstəkçi obrazda səslənmiş olardı. Hansı sual eşitmək istərdiniz? Mən aparıcıdan. Çox belə dərin bir sual verdiniz əslində. O deməkdir ki, yenə gəldi müəllim, nə olar ki? Sahəniz üzrə bir dənə də belə istəsə şəxsi verin. Ya şəxsi sual olsun. Mən başqa bir şey deyəcəm. Bütün bu fəaliyyətimiz, yəni nəyə lazımdır? Yox, bu... Elə qəribə də tonda səzən. Nəyə lazımdır bu? Yox. Misal üçün deyirəm, məsələn, bəlkə maliyyə sektorunda başqa işlə məşğul olsaydı daha çox pul qazanmaq olardı. Ondan sonra başqa bir sahə daha gəlirli ola bilərdi. Bu dəmir yolları deyirik də bugün. Mən o vaxtı, mən bunu deyim, 2011-12-ci ildə həqiqətən bu sektorda nəsə eləyib Azərbaycan Respublikasına töhfə verə bilərəm. Emin müəllim, sizcə çatmısınız arzunuza?
bax şəxsi olaraq ha, bu adamın içindəki bir dənə sözün yaxşı mənası bir hikkə olur axı. Yox, biraz da eləməliyəm, biraz da eləyə biləm. Mən özümü tanıyıram. Əslində 100% olmasa da kifayət qədər böyük bir şeydə çatmışam. Ha, nə yaxşı, şükür. Hə. Amma mənim bir fizika müəllimi var idi liseydə. Onun çox 11-ci sinifi qutaranda yazdığı bir arzu var idi. Ona o vaxt başa düşməmişdim. Bir illər sonra başa düşdüm. Deyir ki, sənin arzunun ətrafında bərabər sürətli fırlanmağa arzu eləyirəm. Mən də o vaxt qaldım, bəs niyə hədəfimə çatmayım? Deyir, hədəfinə çatsan həyatın mənası itər. Komfort zona başlayır. Hə, həyatın mənası itər dedi. Sən bərabər sürətlə o deməkdir ki, sən həmişə yaxınlaşacaqsan ona. Yəni həmişə davam edəcək. Hər dəfə hədəfin yenilənəcək. Yəni, heç vaxt o son hədəfə çatmayacaqsan. O artıq bu sənin həyatının mənası olacaq. Yaxşı. Hə, Fahmi müəllim idi. İndiki ona görə deyirəm ki, həqiqətən mən burada bir özümü faydalı hiss edirəm və əsas da deyirəm, mən millətçiyəm. Yəni millət sevənəm. Azərbaycan Respublikasını bir dövlət olaraq dəstəkləyən adam bu günlərimizi və həqiqətən də bu günləri bir töhfə verə bilmişəm. Şükür, şükürlər olsun. Yəni və digərlərindən də müqayisədə Azərbaycanı biz o vaxtı mən sizə dediyimdə 2000 hardasa 17-18-ci ildə bizi danlayırdılar. Yəni dəmir yolu olaraq sistem olmadığına görə, kağızda işlənildiyinə görə Gürcü danlayırdı, Rus danlayırdı. Bu günləri biz adamları danlayırıq. Bəli. Bax, Dövlətimizin gücü. Bax bundan fəxr edirik. Çox sağ olun, çox təşəkkür edirəm. Çox xoş oldu ki, sizi nə yaxşı ki, bizlə tanış edən dostlar var və bugün sözün həqiqi mənasında işin adamı ilə həmsöhbət olduq. Amma çox şaxəli və geniş bir sahənin nümayəndəsisiniz, o sahədə işin adamısınız. Əlbəttə, yarım saat, 1 saat, 2 saat sizlə söhbətə doyum olmaz və bir tərəfdən də yaxşıdır ki, biz sizi yenə gözləyəcəyik. İnşallah, mütləq. İnşallah. Mən efirə davam etdirirəm, sizi uğurluyuram, üzürlü sayın. Yəni qapıya qədər yola sala bilməyəcəm sizi, amma ürəyim sizinlədir. Dəyərli dostlar, Emin müəllim bizdən idi, Emin Xankişiyev, Unisel Qrup MMC-nin baş direktoru.